Peşəkar sürüş tövsiyələri Part 1. Hansı ki, qarlı, buzlu havalarda adətən dırnaq içində peşəkar sürücülər sizə tövsiyə edir ki, avtomobildə traction kontrolu söndürün ki, buzda rahat formada hərəkət edəsiniz. Bu nə deməkdir? Bu avtomobil Chevrolet Cruze 1-ci gövdədir. Hansı ki, sürətlər qutusunun sağ tərəfində bu formada bir düymə var. Hansı ki, düyməni basandan sonra sürətlər panelində traction control off. Baxın, traction control off. Hansı ki, təkər işarəsi və üzərində xətt var və teyzə yazıb. Avtomobilin təkərlərinin yeri tutmadığı yerlərdə avtomobilin təkəri dayanmadan dövr edir. Yəni dayanmadan fırlanır. Avtomobil buna heç bir müdaxilə eləmir. Hansı ki, siz traction kontrolu söndürmüsünüzsə. Amma bu təcrübəsiz sürücülər üçün keçərli deyil. Çünki təcrübəsiz sürücülər qazı necə tənzimləyəcəyini bilmədiyinə görə buzda və ya qarda çox qaz verdiyi zaman avtomobilin təkəri avtomatik olaraq çox yüksək biləcək dövrünə fırlanmağa başlayacaq və bildiyiniz kimi buzda və qarda bu formada avtomobili idarə etmək mümkün deyil. Mahnını azaldım, telif yeyəcək. Sürmək mümkün deyil. Bu zaman traction control bağlı qalmalıdır ki, siz çox qaz versəz belə avtomobil özü beləcə tənzimləsin və təkər dayanmadan fırlanmasın. Yox, əgər təcrübəli sürücüsüzsə və ya təcrübəsiz sürücüsüzsə, amma buzlu qarlı yolda nisbətən dik yerə qalxacaqsınızsa və ya artıq avtomobil batıb qalıbsa və dayanmadan qaz verirsə və avtomobil onu müdaxilə edir və təkər çox asta-asta fırlanırsa, bu halda traction kontrolu bəli söndürə bilərsiniz ki, buradan çıxa biləsiniz və ya nisbətən daha beləcək yoxuşlu yolları çıxa biləsiniz. Növbəti videoda isə ESP ilə bağlı danışacağam. Peşəkar sürücü tövsiyələri formatında isə adından göründüyü kimi qısa və maraqlı sizə beləcək tövsiyələr və triklər verəcəm ki, avtomobili daha rahat və peşəkar səviyyədə idarə edə biləsiniz.